9-cu sinifin suallarının izahına davam edirik. İndi də 20-ci sınavın 9-cu sualına baxaq. 9-cu sualda deyilir: qoşma işləmiş nümunəni müəyyən edin. Deməli bizə nə lazımdır? Qoşma. Qoşma biz bilirik ki, köməkçi indekslərdən biridir. Özündən əvvəlki sözə qoşularaq müəyyən məna açıları yaradır. Biz Y bəndinə başlayaq. İndi orada əsasən tələbələr yaşayırlar. Burada köməkçi indeksiyası var əsasən. Amma görürük ki, hər iki tərəfinə vergül yazılıb. Vergüllərlə ayrılan sözdür. Əsasən sözü modal sözdür. Y bəndini çıxdıq. Özgə biri məni maraqlandırmır. Burada da özgə sözü qoşmaya bənzəyir. Qoşma ilə əslində amonimdir. Əgər bu qoşma olsaydı, qoşma özündən əvvəlki sözə qoşulmalıydı. Özgə sözü çıxışlıq halına qoşulur. Burada özündən əvvəl söz olmadığı üçün təbii ki, qoşma ola bilməz. Burada özgə sözü sifətdir. D bəndində çıxırıq. Yazmaqla oxumaq əsas bacarıqlardandır. Biz bilirik ki, ilə bağlayıcısı və ilə əvəz olunursa, bu bağlayıcı olur. Daha doğrusu ilə sözü və ilə əvəz olunursa bağlayıcı olur. Yazmaq və oxumaq əsas bacarıqlardandır. Çox asanlıqla və ilə əvəz etmək mümkün oldu. Deməli bu və yəni ki, ilə bağlayıcıdır. Qoşma yoxdur. Səndən başqa adamı soruşurdum. Bu cümlədə çaşdırıcı cümlələrdən biridir. Necə çaşdırıcıdır? Biz bilirik ki, başqa sözü çıxışlıq halı qoşulur. Özündən əvvəl çıxışlıq hal gələndə 90% biz onlara qoşma deyirik. Amma burada bütün cümlələrə qoşma deyə bilmərik. Mütləq cümlənin intonasiyasına, mənasına fikir verməliyik. Biz burada belə deyə bilmərik. Səndən başqa adamı soruşurdum. Burada bir məna olmur. Biz belə deməliyik. Səndən başqa adamı soruşurdum. Onu soruşmurdum. Sənin qonşunu soruşmurdum. Başqa adamı soruşurdum. Bu formada olmalıdır. Burada da başqa sözü olur, sifət. Yəni qoşma olmur, sifət olur. Sən onun qarşısına duzla çörəklə çıxmalısın. A bəndinə baxırıq. Duzla çörəklə sözündə də yenə görürük orada la var. 2 dənə la və lə şəkilçisi var. Biz burada qeyd eləmişdik ki, iləni və ilə əvəz etsək bağlayıcıdır. Burada uyğun gəlsə də, biz deyən duz və çörəklə, burada və uyğun gəlsə də vergül görürük. Vergül görürüksə, bu bağlayıcı ola bilməz. Bu bir xüsusiyyət. Bundan əlavə çörəklə sözündə də lə var. Bunun da vergül olmasa da və ilə əvəz ediləsi bir cümlə, söz yoxdur. Ona görə də burada A bəndində duzla, çörəklə sözlərindəki lə qoşmadır. Deməli oldu cavabımız hansı bənd? A bəndi.